Uşaqlar, nəhayət ki, sizlərlə gəldik. Sintaksis bölməsinə çatdıq. Bugün sizlər üçün sintaksis bölməsindən söz birləşmələrini izah edəcəm. Söz birləşmələrini izah etməmişdən öncə əvvəlcə baxaq sintaksis nəyə deyilir. Deməli, sintaksis, biz ümumiyyətlə qrammatikanı iki hissəyə bölmüşdük. Morfologiya və sintaksis. Morfologiya dedik ki, nitq hissələri və onların yaranma yollarından. Sintaksis isə söz birləşmələri, cümlələr haqqında öyrənən hissəsinə deyirik. Söz birləşməsi nədir? İki və daha artıq müstəqil mənalı sözün birləşməsindən yaranan birləşmələrə söz birləşməsi deyilir. Söz birləşmələrinin yaranması üçün mütləq tərkibindəki sözlərin ən azı ikisinin müstəqil mənası olmalıdır. Biz misal üçün deyirik ki, evin qapısı bir də deyirəm evə tərəf. Birinci birləşmə söz birləşməsi yaradacaq. Ona görə ki, həm ev sözünün, həm də qapı sözünün leksik mənası olduğu üçün evin qapısı söz birləşməsi yaradacaq. Amma evə tərəf sözünə baxanda tərəf qoşma olduğu üçün, istiqamət bildirən qoşma olduğu üçün, deməli, evə sözü tək qalacaq. Ona görə də o söz birləşməsi yaratmış olmayacaq. Yəni biz söz birləşmələrinin tərəflərinə baxanda çaşıb burada, yəni əgər köməkçi nitq hissəsində işlənirsə biz onu söz birləşməsi kimi götürürük. Misal üçün burada mən evə tərəf qaçanda yazsam, burada artıq söz birləşməsi yaranmış olacaq. Sadəcə bu tərəf sözü həmin evə tərəf qaçanda söz birləşməsinə, yəni bu söz birləşməsinin quruluşuna heç bir təsir etməyəcək. Yəni sadə söz birləşməsi kimi çıxış edəcək. Söz birləşməsi isə sözlər arasında həm oxşar, həm də fərqli xüsusiyyətlər var. Bunlar hansılardır? Söz birləşmələri və sözlər deməli, hər ikisi cümlənin qurulmasına bir vasitədir. Yəni biz cümlə qurarkən həm sözlərdən, həm də söz birləşmələrindən istifadə edirik. Hər ikisinin başlanğıc forması olur. Həm sözlərin başlanğıc forması olur, həm də söz birləşməsinin başlanğıc forması olur. Sözün başlanğıc formasını biz deyirik ki, qrammatik şəkilçiyə qədər olan hissəsi başlanğıc formadır. Söz birləşməsinin başlanğıc forması isə söz birləşməsinin, yəni yaranması üçün lazım olan şəkilçilər, tutaq ki, birinci növ təyin söz birləşməsi isə onun üçün xüsusi bir şəkilçi olmur. İkinci növ təyin söz birləşməsinin qurulmasına iştirak edən şəkilçilər hansılarsa onlar daxil olur. Qalan yerdə qalan şəkilçilər isə başlanğıc formadan kənarda yazılır. Sonra söz birləşmələri deməli hər ikisi də daha doğrusu həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Lakin söz birləşməsi ilə sözlərin müxtəlif fərqli xüsusiyyətləri də var. Sözlər leksikan vahididir, söz birləşmələri isə sintaksin. Biz sözlərin, yəni hazır şəkildə mənalarını leksikada öyrənirik. Söz birləşmələri isə dildə, nitqimizdə artıq yəni müxtəlif mənalı sözlər birləşir. Belə deyək də söz birləşməsi yaradır və onlardan biz cümlələrdə istifadə edirik. Söz deməli mürəkkəb sözlərin misal üçün vurusu bir vurusu olur. İki sözün bir vurusu olur. Amma söz birləşməsinin tərkibindəki sözlərin, müstəqil mənalı sözlərin hər birinin vurusu ayrı-ayrılıqda olur. Söz birləşmələri sözlərin nisbətən daha konkret anlayış bildirir. Misal üçün mən deyirəm ki, direktor gəldi. Bu sözü ifadə edəndə hansı direktorun gəlməyindən söhbət getdiyini bilmirik. Amma desəm ki, filan məktəbin direktoru gəldi və yaxud da məktəbin direktoru gəldi və yaxud da zavodun direktoru gəldi. Burada artıq konkret söhbət kimdən getdiyini biləcəyik. Və bir fərqi də ondan ibarətdir ki, sözlər hərflərdən ibarət olur, söz birləşmələri isə sözlərdən ibarət olur. Bu da oldu söz birləşməsi ilə sözün oxşar və fərqli xüsusiyyətləri. Söz birləşmələrinin o cümlələrlə də oxşar və fərqli xüsusiyyətləri var. Hansı xüsusiyyətləri də onları izah edim sizlər üçün. Həm cümlələr, həm də söz birləşmələri müxtəlif sözlərdən əmələ gəlir. Sözlər, yəni onların qurulmasında sözlər iştirak edirlər. Həm söz birləşməsinin tərkibində, həm də cümlənin tərkibindəki sözlər müəyyən ardıcıllıqla düzülür, yəni kör-köranə düzülmür. Həm söz birləşməsi, həm də cümlələr sintaktik vahidlərdir. Hər ikisi yəni sintaktik vahiddir. Söz birləşməsi ilə cümlənin müxtəlif fərqli xüsusiyyətləri var. Söz birləşmələri
ən azı iki sözün müstəqil mənalı sözün birləşməsindən ibarət olduğu halda cümlənin qurulması bir sözdən də istifadə edə bilərik. Yəni vacib deyil ki, mütləq şəkildə ən azı iki söz iştirak etsin. Cümlə daha konkretlik bildirir, yəni bitmiş fikir ifadə edir. Söz birləşməsində isə bitmiş fikirlik yoxdur. Cümlənin tərkibində olan sözlər ayrı-ayrılıqda cümlə üzvü olduğu halda söz birləşməsinin tərkibindəki sözlər ayrı-ayrılıqda cümlə üzvü olmur. Yəni söz birləşməsinin tərkibində birlikdə cümlə üzvü olur. Cümlə daha böyük sintaktik vahid hesab olunur söz birləşməsinə nisbətən. Söz birləşmələrində ümumiyyətlə növlərini biz ifadə vasitələrinə görə ifadə edirik. Belə ki, ifadə vasitələri dedikdə, yəni biz əsas tərəfə baxırıq. Yadda saxlayırıq ki, söz birləşmələrində əsas tərəf həmişə ikinci tərəf olur, asıl tərəf isə birinci tərəf olur. Misal üçün, gözəl qız. Bir də deyirəm, dərs oxuyanda bir ismi birləşmə, bir dənə də fe'li birləşmə yazıram. Biz bu söz birləşmələrin növünü müəyyən etmək üçün bu tərəfinə, yəni sağ tərəfə baxırıq. Qız isimlə ifadə olunub, oxuyanda isə fe'llə ifadə olunub. Deməli, əsas tərəfi adlarla, yəni ad deyəndə təkcə isim nəzərdə tutulmur. İsim, sifət, say, əvəzlik və zərflə ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. Əsas tərəfi fe'lin təsriflənməyən formaları, yəni fe'li sifət, məsdər və fe'li bağlama ilə ifadə olunan birləşmələrə isə fe'li birləşmələr deyilir. Lakin aslı tərəf müxtəlif hissələri ilə ifadə oluna bilər. Misal üçün, ismi birləşmələrin aslı tərəfi fe'li sifətlə ifadə oluna bilər. Tutaq ki, oxuyan qız. Gözəl qızın əvəzinə mən deyirəm oxuyan qız. Yəni biz burada oxuyanı görüb bunu fe'li birləşmə kimi götürmürük. Biz əsas tərəfə baxırıq. Qeyd edim ki, fe'lin təsriflənən formaları istəyir deməli ismi birləşmə olsun, istəyirsə də fe'li birləşmə olsun, onun tərəfləri kimi çıxış edə bilmir. Təsriflənməyən formalardan isə yalnız fe'li sifətlər ismi birləşmələrin aslı tərəfində çıxış edə bilir. Məsdər, fe'li bağlama və fe'li sifətlər həmçinin fe'li birləşmənin əsas tərəfi kimi çıxış edir. Söz birləşmələri ümumiyyətlə sərbəst və sabit olmaqla iki yerə bölünür. Sabit söz birləşmələrini biz leksika bölməsində frazeoloji birləşmələr keçmişdik. Yəni frazeoloji birləşmələrə aid edirik. Sərbəst söz birləşmələri isə, yəni parçalana bilən birləşmələrə biz sərbəst söz birləşmələri deyirik. Yəni tərəfləri ayrılıqdan müstəqil məna ifadə edə bilən birləşmələr sərbəst söz birləşmələri. Biz demişdik ki, frazeoloji birləşmələrin tərəfləri ayrı-ayrılıqdan müstəqil məna ifadə etmir. Birlikdə bir məcazi məna ifadə etdiyi üçün biz onlara frazeoloji birləşmələr və yaxud da sabit söz birləşmələri deyirik. Gəlirik ismi birləşmələrə. İsmi birləşmələri bayaq da qeyd etdiyimiz kimi əsas tərəfi adları, isim, sifət, say, əvəzlik, zərflə ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. İsmi birləşmələrdə ifadə vasitəsinə görə iki yerə ayrılır. Birinci təyini söz birləşmələri. İkinci isə qeyri-təyinli söz birləşmələri. Söz birləşmələri. Təyinli söz birləşmələri özləri iki yerə ayrılır. Birinci, ikinci və üçüncü növ təyinli söz birləşmələri. Birinci növ təyinli söz birləşmələrinin sxemi belədir. 1 T0 üstəgəl 2 T0. Bu nə deməkdir? Yəni, birinci növ təyinli söz birləşmələrinin qurulmasında heç bir xüsusi şəkilçidən istifadə olunmur. Həm birinci tərəf, həm də ikinci tərəf şəkilçisiz istifadə olunur. Şəkilçi dedik ki, yalnız bu təyinli söz birləşmələrinin tərəflərini yaradan şəkilçilər nəzərdə tutulur. Yəni, başqa şəkilçi artırıla bilər. Misal üçün deyirəm ki, gözəl qız. Qız bunun əsas tərəfidir, gözəl isə aslı tərəfidir. Yəni, birinci növ təyinli söz birləşməsi. Birinci növ təyinli söz birləşmələrinin tərəfləri əksər hallarda ayrı-ayrılıqda işlənə bilirlər.
və adətən birinci tərəf təyin vəzifəsinə çıxış edir. Lakin istisna sözlər var ki, onlar birinci növ təyin söz birləşməsi olmağına baxmayaraq, misal üçün hər tərəfdir, yeni ildir, qədim dövr olsun, ana vətən olsun, bu tipli birləşmələr var ki, onlar tərəflər parçalanmır, birlikdə bir müstəqil cümlə üzvü kimi çıxış edir. İkinci növ təyin söz birləşmələri. İkinci növ təyinli söz birləşmələrinin sxemi isə belədir. 1T0 üstəgəl 2T mənsubiyyət. Yəni bu nə deməkdir? Birinci tərəf yenə də şəkilsiz, lakin bunun birinci tərəfi adlıq halda olmur. Qeyd edim ki, birinci növ təyinli söz birləşmələrinin tərəflərinin birinci tərəfi adlıq halda olur. Birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəf isə yalnız və yalnız üçüncü şəxsin mənsubiyyət şəkilçisi ilə işlənir. Misal üçün deyirəm, məktəb direktoru. Baxırıq, məktəb sözü qeyri-müəyyən yiyəlik hal, direktor sözü isə üçüncü şəxsin təkini mənsubiyyət şəkilçisini qəbul edib. Qeyd edim ki, deməli biz ismin hallarını keçəndə, ismin yiyəlik halı, qeyri-müəyyən yiyəlik halı keçəndə sizlərə demişdim ki, biz buna yalnız və yalnız ikinci növ təyinli söz birləşməsinə rast gəlirik. Yəni yalnız ikinci növ təyinli söz birləşməsinin aslı tərəfi kimi qeyri-müəyyən yiyəlik hal çıxış eləyə bilir. Qalan hallarda heç bir yerdə rast gəlmir. Yəni qeyri-müəyyən yiyəlik halda olan söz təklikdə işlənə bilmir, ayrılıqda cümləsi ola bilmir. Burada deməli birinci tərəf şəkilsiz, ikinci tərəf isə mənsubiyyət şəkilçisi olduğu üçün, üçüncü şəxsin mənsubiyyəti olduğu üçün bu formada biz onun sxemini veririk. İkinci növ təyinli söz birləşmələrinin tərəfləri birlikdə cəmlənə bilmirlər, ayrı-ayrı da cəmlənirlər. Lakin istisna sözlər var. Elmlər namizədləri, həmkarlar ittifaqları və atalar sözləri istisna sözlərdir ki, onlar ikinci növ təyinli söz birləşmələri olsalar da ayrılıqda, daha doğrusu birlikdə deməli cəmlənə bilirlər. İkinci növ təyinli söz birləşmələrinin tərəfləri arasına söz girə bilməz. Birinci növ təyinli söz birləşmələrinin tərəfləri arasına söz girə bilmir. Birinci növ təyinli söz birləşmələrinin arasına istisna olaraq bir ədatı girə bilər. Bir. Məsələn, gözəl bir qız, yaraşıqlı bir oğlan və s. Yalnız bir ədəti girə bilir. İkinci növ təyinli söz birləşmələrinin isə tərəfləri arasında söz girə bilmir. Üçüncü növ təyinli söz birləşməsi. Üçüncü növ təyinli söz birləşməsinin iki cür sxemi var. Bir T deməli yiyəlik, 2 TM və bir də belə var. 1 T yiyəlik, üstəgəl 2 T0. İndi bir-bir bunları izah edeyim nədir sizin üçün. Yəni birinci tərəfi yiyəlik halda, yəni müəyyən yiyəlik halda, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi. Üçüncü növ təyinli söz birləşməsi ikinci növdən fərqli olaraq hər üç şəxsin həm təkinin, həm də cəminin mənsubiyyətini qəbul edə bilər. Bizim kitabımız, tutaq ki, belə bir nümunə verirəm. Birinci şəxsin cəminin mənsubiyyətində işlənmiş olacaq. Yəni birinci tərəfi yiyəlik halda, müəyyən yiyəlik halda, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi, istənilən şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Üçüncü növ təyinli söz birləşməsi. Və bir də var ki, aslı tərəfi biz və siz əvəzlikləri ilə ifadə olunduqda ikinci tərəfin mənsubiyyət şəkilçisi ixtisar oluna bilir. Bu zaman, misal üçün bizim tutaq ki, və yaxud da sizin, bizim uşaq, tutaq belə bir ifadə işlədim. Bu zaman ikinci tərəfdə mənsubiyyət şəkilçisi ixtisar olunur və bunlar ayrı-ayrı müstəqil cümlə üzvü kimi. Yəni birinci tərəf, bizim və sizin sözləri müstəqil şəkildə təyin vəzifəsinə çıxış edə bilirlər. Deməli, bu halda mövcuddur. Yəni, bu hər iki forma üçüncü növ təyinli söz birləşməsinin forması. Qeyd edim ki, üçüncü növ təyinli söz birləşmələrinin tərəfləri həm ayrılıqda, həm də bir yerdə cəmlənə bilirlər. Üçüncü növ təyinli söz birləşmələrinin tərəfləri arasında istənilən qədər söz artıra bilərik. Misal üçün, bizim rəngli, böyük, bilik verən kitabımız və s. kimi
ifadə edə bilirik. Amma ikinci nöqtə biz bunu ifadə edə bilmirik. Deməli, ikinci və üçüncü nöqtənin söz birləşmələri arasında bir sıra fərqli xüsusiyyətlər var. Onlardan biri odur ki, ikinci nöqtənin söz birləşmələrinin tərəfləri arasında söz artırmaq olmur. Üçüncü nöqtənin söz birləşmələrinin tərəfləri arasında söz artırmaq olur. İkinci nöqtənin söz birləşmələrinin tərəfləri ikisi birlikdə cəmlənə bilmir. Üçüncü nöqtənin söz birləşmələrinin tərəfləri isə həm birlikdə, həm də ayrı-ayrıda cəmlənə bilirlər. İkinci nöqtənin söz birləşmələrinin deməli əsas tərəfi yalnız üçüncü şəxsin mənsubiyyətini qəbul etdiyi halda, üçüncü nöqtənin söz birləşmələrinin əsas tərəfi hər üç şəxsin həm təkinin, həm də cəminin mənsubiyyətini qəbul edə bilir. Bunda ikinci və üçüncü nöqtənin söz birləşmələrinin oxşar və fərqli xüsusiyyətləri idi. Daha doğrusu fərqli xüsusiyyətləri idi. Qeyri-təyinli söz birləşmələri. Qeyri-təyinli söz birləşmələri deməli bu birləşmə aslı tərəf bu birləşmələrdən adlıq, yönlük, yerlik və çıxışlıq hallarda olur. Misal üçün, dağlardan uca, anaya məhəbbət, vətənə məhəbbət, sonra tutaq ki, medala namizəd, ordenə namizəd və s. kimi bu tipli birləşmələr var ki, bunlar qeyri-təyinli birləşmələr. Qeyri-təyinli birləşmələrdə təyinli söz birləşmələri kimi birlikdə cümlə üzvü olurlar. Deməli, qeyd edim ki, 2 və 3-cü nöqtənin söz birləşmələri parçalanmırdı. Onlar birlikdə bir cümlə üzvü olurlar. Və bir də var ki, bəzi birləşmələrdə birinci tərəf üçüncü şəxs mənsubiyyət şəkilçili söz olur. İkinci tərəf isə sifət olur. Misal üçün, gözləri yaşlı, əlləri qanlı və s. kimi. Bunlar da qeyri-təyinli ismi birləşmələr olurlar. Bunlar da yenə birlikdə bir cümlə üzvü kimi iştirak eləyirlər, yadda saxlayırıq. Söz birləşmələri də qurulduqca sadə və mürəkkəb olurlar. Ümumiyyətlə sözlər biz deyirik ki, biz bayaq söz və söz birləşməsinin oxşar və fərqli xüsusiyyətlərini qeyd edəndə bayaq onu qeyd etmədim. İndi qeyd edim ki, fərqli xüsusiyyətlərdən biri də odur ki, sözlər quruluşca 3 cür ola bilir. Sadə, düzəltmə və mürəkkəb. Söz birləşməsinin isə düzəltməsi olmur. Sadə və yaxud da mürəkkəb olur. İki sözün müstəqil mənalı sözün birləşməsindən yaranan söz birləşmələrinin sadə, 3 və daha artıq müstəqil mənalı sözün birləşməsindən yaranan söz birləşmələrinin isə mürəkkəb söz birləşmələri deyirik. Ümumiyyətlə köməkçi nitqçiləri söz birləşmələrinin quruluşuna təsir etmir. Yəni bir söz birləşməsinin tərkibində 2 müstəqil mənalı söz və bir və daha çox köməkçi nitq hissəsi varsa, yenə də biz onu sözün sayına görə yox, leksik mənası olan sözlərin sayına görə quruluşunu sadə götürmüş olacaq. Fe'li birləşmələr isə daha rahatdır. Biz məsdər fe'li, sifət və fe'li bağlamalarını keçmişdik. Onları keçəndə demişdik ki, onların fe'lə aid xüsusiyyətlərindən biri də budur ki, onlar ətraflarına söz taplayaraq tərkiblər əmələ gətirirlər. Məsdər fe'li, sifət və fe'li bağlama özlərindən əvvəl gələn sözü və yaxud da sözləri özlərinə tabe edərək tərkiblər əmələ gətirib fe'li birləşmələri yaradırlar. Yəni məsdər tərkibləri, fe'li bağlama və fe'li sifət tərkibləri əmələ gətirirlər. Fe'li birləşmələr də isim birləşmələr kimi quruluşça sadə və mürəkkəb olurlar. Deməli, fe'li birləşmələr ümumiyyətlə tərkibi fe'llər ki, keçmişdik biz. Yəni mürəkkəb fe'llər olmaq, etmək, eləmək, bilmək, qılmaq tipli fe'llərlə qarışdırmırıq. O cümlədən frazoloji birləşmələrlə qarışdırmırıq. Frazoloji birləşmələrdə biz mürəkkəb fe'lin tərkibində keçirik. Fe'li birləşmələr cümlə təhlil zamanında tərkiblər deyərək onları yəni bir sintaktik vahid kimi götürürük. Biz onları parçalamırıq. Fe'li birləşmələrdən əvvəl gələn izah edici, təyin edici söz də fe'li birləşmənin tərkibində birlikdə götürür. Yəni ayrıca təyin kimi biz onu vermirik. Məsdərlər tərkibləri cümlədə daha çox mübtəda tamamlıq, ismi xəbər, o cümlədə məqsəd zərfliyi vəzifəsini çıxış eləyə bilir. Fe'li sifətlər isə daha çox təyin vəzifəsinə çıxış eləyə bilirlər. Bundan başqa mübtəda tamamlıq, ismi xəbər, səbəb, tərzi hərəkət və miqdar zərfliyi vəzifəsində çıxış eləyə bilərlər. Fe'li bağlamalar isə biz fe'li bağlamanı keçəndə demişdik. Fe'li bağlama tərkibləri cümlədə yalnız zərflik vəzifəsinə çıxış eləyə bilir. Fe'li bağlama zərfliyin də bütün növləri vəzifəsinə çıxış eləyə bilmir. Tərzi hərəkət, zaman, səbəb və miqdar zərfliyi vəzifəsinə çıxış eləyə bilir. Deməli, yer və məqsəd zərfliyi vəzifəsinə çıxış eləyə bilmir fe'li bağlamalar. Ümumiyyətlə, fe'li birləşmələr cümlənin ismi xəbəri ola bilirlər. Fe'li xəbəri ola bilmirlər. Fe'li birləşmənin asılı tərəfləri də fe'li ifadə oluna bilər. Misal üçün, oxuyaraq gülmək, tutaq ki,
və sair kimi bu tipli birləşmələr, yəni asılı tərəfdə feillə ifadə oluna bilər. Bu oldu deməli söz birləşmələri, ismi və feil birləşmələr. İndi isə sintaktik əlaqələr haqqında sizə məlumat verim. Sintaktik əlaqənin ümumiyyətlə iki növ var. Deməli, ümumiyyətlə sözlər, cümlələr bir-birindən həm məna cəhətdən, həm də sintaktik cəhətdən bir-birindən əlaqələnir. Məna cəhətdən əlaqələnmək odur ki, biz yəni ağlımıza gələn bir sözlə birləşdirib yaratmırıq da. Sözlər bir-birinə məna bağlılığı olmalıdır, cümlənin bir-birinə məna bağlılığı olmalıdır. Biz adətən cümlələrdə yəni birinci fikirdən ikinci fikir törəyir. Bu formada deyirik. Sintaktik əlaqə isə iki növ var. Tabeillik əlaqəsi və tabeisizlik əlaqəsi. Birinci qeyd edeyim sizin üçün. Bir, tabeisizlik. Və ikinci tabeillik əlaqəsi. Tabeisizlik əlaqəsi tabeisiz deməli mürəkkəb cümlələr arasında və bir də işlədirik biz həmcins cümlə üzvləri arasında işlədirik. Tabeillik əlaqəsi isə cümlənin həmcins olmayan cümlə üzvləri arasında və o cümlədən də deməli tabeli mürəkkəb cümlələr arasında tabeillik əlaqəsindən istifadə olunur. Yadda saxlayırıq mübtəda, tamamlıq və zərflik bir-birlərlə, yəni bu üç cümlə üzvü bir-birinə heç vaxt heç bir sintaktik əlaqəyə girmirlər. Yəni tabeillik əlaqəsində olmurlar. Tabeillik əlaqəsində üç növ var. Uzlaşma əlaqəsi, yanaşma əlaqəsi və idarə əlaqəsi. Biz yalnız bunlardan uzlaşma əlaqəsini keçəcəyik. Yanaşma və idarə əlaqəsi çıxarıldığı üçün onlar haqqında məlumat verilmir. Uzlaşma əlaqəsinin göstəriciləri kimi yadda saxlayırıq. Yadda saxlayırıq. Bir, ikinci, iki və üçüncü növ təyini söz birləşmələrinin, üçüncü növ təyini söz birləşmələri. Söz birləşmələrinin tərəfləri arasında, bir də mübtəda və xəbər arasında. Və xəbər arasında. Yəni bizdən uzlaşmanın harada olduğunu, hansı cümlə üzvləri arasında olduğunu soruşdularsa, yadda saxlayırıq. Bir də qeyd edirik ki, mübtəda və xəbər arasında və üçüncü təyini söz birləşmələri arasında. Sintaktik əlaqələrlə söz birləşmələrini qarışdırmırıq. Uzlaşma əlaqəsində əsas tərəf birinci tərəfdir, amma sintaktik əlaqələr, daha doğrusu söz birləşmələrini biz əsas tərəf kimi ikinci tərəfi götürmüşük. Biz harda, daha doğrusu ikinci və üçüncü növ təyini söz birləşməsi görürüksə, deməli həmin söz birləşmələrinin tərəfləri arasında uzlaşma əlaqəsi var. Mübtəda və xəbər arasında uzlaşma əlaqəsi şəxsə görə demək olar ki, pozulmur, amma kəmiyyətə görə uzlaşma əlaqəsində fərqli məsələlər mövcuddur. Kəmiyyətə görə uzlaşma üç halda özünü göstərir. Birinci şəxsdən, deməli, daha doğrusu birinci hal odur ki, mübtəda canlı varlıqları bildirdikdə xəbər onunla həmişə kəmiyyətə görə uzlaşır. Misal üçün, canlı varlıq deyəndə söhbət özü insan varlıqlarından söhbət gedir. Uşaqlar qaçırlar. Biz burada uşaqlar əgər uşaqlar qaçır desək, uzlaşma əlaqəsi pozulmuş olacaq. İkinci hal, mübtəda quş və heyvan adları bildirdikdə xəbər onunla uzlaşa da bilər, uzlaşmaya da bilər. Atlar kişnədi və atlar kişnədirlər formasında biz deyə bilər. Həm uzlaşa bilər, həm uzlaşmaya bilər. Üçüncü hal isə mübtəda cansız varlıqları bildirdikdə xəbər olunan kəmiyyətə görə uzlaşmır. Misal üçün, kitablar əlimdən düşdü. Düşdü. Burada biz kitablar əlimdən düşdülər desək, qrammatik norma pozulmuş olacaq. Beləliklə, üçüncü şəxsdə mübtəda cansız varlıqlarla ifadə olunanda hesab edirik ki, uzlaşmanın qrammatik norma bir-birindən tərs mütənasiblik gözləyir. Əgər uzlaşma pozulacaqsa, qrammatik norma gözləniləcək. Bax, buradakı kimi. Əgər burada uzlaşma gözlənilsəydi, lar şəkilsi artırılsaydı, deməli, qrammatik norma pozulmuş olacaq. Şəxsə görə pozulma isə iki hal mövcuddur. Biri, xəbər şəxs əvəzi ilə ifadə olunur. Şəxsə görə daha doğrusu uzlaşma pozula bilər. Tutaq deyirəm, gələn mənəm. Bir bu formada işlənə bilər.
Bir də mübtəda şəxs əvəzlikləri ilə ifadə olunanda əlavəli işlənərsə, əlavə ilə xəbər arasında uzlaşma əlaqəsi pozula bilər. Tutaq deyirəm ki, mən Şərifova Turac, tutaq ki, mən Şərifova Turac dərs izah edirəm. Baxın, qaydanı bir də deyirəm. Mübtəda şəxs əvəzliyi ifadə olundu. Baxın, bu mübtədalı şəxs əvəzliyinin ifadə və əlavəli işlənərsə. Baxın, Şərifova Turac mən mübtədasının əlavəsidir. Əlavəli işlənərsə, əlavə ilə, yəni Turac, Şərifova Turac ilə xəbər arasında uzlaşma əlaqəsi gözlənilmir. Şərifova Turac üçüncü şəxsin təkdir, edirəm isə birinci şəxsin daha doğrusu təkindədir. Bax, bu o deməkdir. İzah etdiyim qayda bu deməkdir. Bu da oldu uzlaşma əlaqəsi uşaqlar. İndi isə sizlər üçün mürəkkəb adları izah edəcəm. Mən yadınıza gəlirsə isimləri keçəndə demişdim ki, mürəkkəb adları mən söz birləşmələrini keçəndə izah edəcəm. Mürəkkəb adlar nədir? Deməli, ölkələrin, muxtar respublika, vilayət və diyarların rəsmi adları, sonra respublika, şəhər, rayon tabeliyonu, idarə, təşkilat, qurum, nazirlik, komitə, birlik, cəmiyyət, akademiya, universitet, institutu, kollecdir, texnikumdur, muzeydir, teatrdır, siyasi partiya və sair kimi dövlət vəzifələrinin, yüksək dövlət vəzifələrinin adları, bütün sözləri, yəni yardımçı sözlərdən başqa bütün sözlərin baş hərfi böyük hərflə yazılır. Misal üçün deyirəm ki, Azərbaycan Respublikası. Və s. kimi. Tərkibində gün sözü olan, tərkibimə düşən əlamətlər günlərdə bütün sözlər yenə böyük hərflə yazılacaq. O cümlədən gün sözüdür. Misal üçün deyirik 8 mart Beynəlxalq Qadınlar Günü. Günü formasını işlənəcək. Lakin bu deməli vəzifə adlarını bildirən sözlər isə misal üçün tutaq ki, Azərbaycan Respublikasının Təhsil Naziridir, Səhiyyə Naziri olsun və s. kimi olsun, İqtisadiyyat Naziri. Vəzifə adlarını bildirən sözlərdə vəzifə adına can olan, yəni qurumun adı böyük hərflə, amma nazir sözü və s. kimi sözlər kiçik hərflə. Tutaq ki, mən əgər yazsam ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, burada bütün sözlər böyük hərflə yazılacaq. Həmin təşkilatın, daha doğrusu həmin yüksək vəzifənin adıdır. Amma desəm ki, Azərbaycan Respublikasının Təhsil Naziri, burada nazir sözü kiçik hərflə yazılmış olacaq. Sonra məşhur tarixi gün, bayramların adlarında deməli birinci söz böyük hərflə yazılır, qalan sözlər isə kiçik hərflə yazılır. Əgər bu tipli sözlərdə misal üçün tutaq ki, deyirəm ki, misal üçün 20 yanvar. 8 Mart'da 31 Mart olsun. Daha sonra 8 noyabr olsun və s. bura aid eləyə bilərik bu tipli sözləri. Əgər burada birinci söz rəqəmlə yazılırsa, ondan sonra gələn tarix böyük hərflə yazılacaq. Məsəl üçün 20 yanvar. Bu formada yazılacaq. Sonra tərkibində küçə, okean, sonra xiyaban, saray, qala, türbə olsun, boğaz olsun, ada olsun, nə bilim körpü, düzənlik, dağ və s. kimi sahə məzmunu bildirən sözlərdə yenə də ilk söz böyük hərflə yazılır, qalanlar isə kiçik hərflə yazılır. Tarixi hadisələrdir, dövrlərdir, sülalələrdir, qədim yazılı abidələrin adlarıdır. Bunlarda yenə ilk söz böyük hərflə yazılır, ikinci söz, qalan sözlər isə kiçik yazılır. Əgər həmin sözlərə fərqləndirici söz ad əlavə olunarsa, o fərqləndirici ad da böyük yazacaq. Misal üçün tutaq deyirəm paleolit dövrü.
və yaxud da tunc dövrü olsun. Deyirəm orta tunc dövrü. Orta tunc dövrü. Tunc dövrü olaraq tunc böyüklə yazılacaqdır. Orta fərqləndirici sözlə əlavə olunduğu üçün həmin sözü böyük hərflə yazılmış olacaq. Fəxri adların özəl hissəsi, yəni əsas hissəsi təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər isə kiçik hərflə yazılır. Misal üçün tutaq ki, deyirəm ki, burada da istisna var. Azərbaycan milli qəhrəmanı bütövlükdə böyük hərflə yazılır. Misal üçün Azərbaycan Respublikasının xalq şairi. Azərbaycan Respublikasının xalqa kimi böyük yazacaq, şairi sözü isə kiçik hərflə yazılacaq. Orden, medaldır, bədii əsərdir, sonra qəzet, jurnal, kinoteatr, restoran, kafe adlardır. Bunlar dırnaqda ilk söz böyük hərflə yazılır, ad böyük hərflə yazılır, ilk sözü böyük hərflə yazılır və dırnaq içərisində verilir. Qeyd edeyim ki, dırnaqda verilən belə sözləri şəkilsiz isə dırnaqdan sonra artırılır daha doğrusu. Sonra mürəkkəb adlara artırılan Mirzədir, Hacıdır, Şeyxdir, Xandır, Xatundur və sair kimi yardımçı, bəy, xanım kimi sözlər ki var. Bunlar ləqəb titul bildirib həmin adlardan əvvəl gələrsə böyük hərflə, ləqəb titul bildirib adlardan sonra gələndə isə kiçik hərflə yazılır. Sözə bitişik yazıldıqda isə mürəkkəb söz yaradır. Biz mürəkkəb adları bir çox hallarda bütöv formada yazmırıq. Onları qısaltmalardan da istifadə edirik. Qısaltmalara ixtisarlar deyilir. Həmin ixtisarlar abreviaturalar da deyirlər. İxtisarlar və yaxud da abreviaturalar. Onlar iki formada olurlar. Tam qısaltmalar, tam ixtisarlar. Burada sözün elə bil ki, ilk hərfləri saxlanır. Misal üçün MDB və s. kimi. Yarımçıq ixtisarlarda isə deməli, sözün müəyyən hissəsi bitişik formada yazılır və yaxud da sözün müəyyən bir hissəsi deməli ixtisar olunur. Bu təkcə deməli mürəkkəb adlardır. Ümumiyyətlə sözlərdə yəni baş verir ixtisarlar. Misal üçün tutaq ki, professor sözü prof formasında verilir və s. kimi. Və bir də var, sözün orta hissəsinin düşməsi, yəni ilk və son hərfinin saxlanması ilə ortada deməli defis işarəsi qoyulmaqla biz ixtisarlardan istifadə edə bilərik. İxtisarlara əlavə olunan şəkilçilərdə ixtisarın deməli son hecasına uyğun olaraq artırılır, uyğun olunur. Misal üçün MDB-yə, tutaq ki, professora bu formada, yəni şəkilçilər uyğun olaraq artırılmalıdır. Necə gəldi artırılmır. Bu oldu sintaks bölməsində söz birləşmələri. Ümid edirəm ki, videom sizlər üçün faydalı oldu. Bugünlük bu qədər. Sağ olun.